Salam yoldaşlar, axşamınız xeyir olsun. 9 illik din topludan sözün fonetik xüsusiyyətləri barədə bütün testlərə baxmağa çalışacağıq. Qısa, lakonik və sürətli şəkildə izah çəkməyə çalışacağam. Birinci sualdan başlayırıq. Bacarıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Bacarıq sözü sonu q ilə bitən milli sözdür və q söz tək işlənəndə demişdik ki, x kimi tələffüz olunacaq. Bacarıq sözün fonetik xüsusiyyətinə baxanda biz hər zaman sözün tələffüz formasına baxacağıq. Ahəngdir, hecadır, vurğudur. Bununla bağlı sual olarsa, variantlarda əks olunarsa, o zaman sözün yazılışına baxacağıq. Digər məqamların hamısında sözün tələffüzünə baxacağıq. Baxırıq səhv fikri və sualın şərtini oxuyanda diqqət eləyirsiniz. Səhv sizdən fikir soruşur, yoxsa doğru fikir? Yəni siz buna fikir verməsəz, mövzunu nə qədər mükəmməl öyrənsəniz belə testiniz səhv çıxacaq. Baxırıq, ahəng qanuna tabedir. Bu zaman biz yazılışına baxacağıq. Ahəng qanuna tabedir, yoxsa yox? Baxırıq, bacarıq sözündə A və I saiti var. Hər ikisi də qalın saitdir və ahəng qanuna tabedir fikri doğrudur. A ola bilməz. Yazılışı ilə deyilişi fərqlidir. Çünki Q X-ya keçdi, bacarıq oldu. Yazılış ilə deyiliş fərqləndi, B də ola bilməz. Cingiltili samitlə bitir. Bacarıq sözü yazılışına fikir versən, baxacaqsan, görəcəksən ki, Q cingiltili samitdir və fikir doğrudur. C-nin də üzərindən xətt çəkib gedəcəksən və səhv etmiş olacaqsan testdə. Çünki biz demişdik ki, saitdir, samitdir, ahəng qanunudur, hecadır, vurğudur. Bunlar da yalnız yazılışa baxırıq. Digər bütün məqamlar nə varsa hamısı tələffüz forması olacaq. Cingiltili samitlə bitir deyirsə, biz sözün yazılış formasına baxmalıyıq. Bacarıq X cingiltili samitdirmi? Xeyr, kar samitdir. Deməli, səhv fikir elə budur. Cavabımız oldu C variantı. Fərqli tələffüz samitlə bağlıdır. Bu doğrudur. Çünki fərqli tələffüz Q, X-ya keçdi. O da samitdir. Samitlə bağlıdır. Fikir də doğrudur. Söz kökündəki samitlərdən biri son hecanın tərkibindədir. Söz kökündəki samitlər, sözün kökü nədir? Bacar. Düz deyilmi? Söz kökü bacar olduğuna görə söz kökündəki samitlərdən biridir. Son hecanın tərkibindədir. Son heca bacarıq. Bəli, burada samitlərdən biri son hecanın tərkibindədir. Fikir də doğru olduğuna görə bizim doğru cavabımız olur C variantı. Keçid alırıq ikinci sözə. Samovar sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. Samovar sözü demişdik ki, o aya nə zaman keçir? O vurğu qəbul etmirsə, o zaman o tələffüzdə A kimi tələffüz ediləcək. Vurğu qəbul edirsə, o elə olduğu kimi qalacaq. Burada vurğu sonuncu A saitinin üzərində olduğuna görə o aya keçəcək. İndi baxırıq səhv fikir. 3 hecalı sözdürmü? Heca olanda yazılışa baxırdıq. Bəli, 3 dənə sait var. 3 dənə də heca var. A variantı getdi. Sözdəki S, kar, M, V, R cingiltili samitlərdir. Doğrudurmu? Doğrudur, bəli. S kardır, M-dır, V-dır və R-dır. Bunlar isə cingiltilidir. Sözdə A qalın, açıq, dodaqlanmayandır. Sözdə A qalın, açıq, dodaqlanmayandır. Fikri bu da doğrudur. Ümumiyyətlə bu söz tələffüzü necə olur? Samavar. Sözdə yalnız A saiti var. 3 dəfə təkrar olunub. Saitlərdən biri dodaqlanandır. Yəni bizi burada bundan çaşdırır ki, yazılışa baxasınız. Yazılışda görürük ki, O saiti vardı. Aha, dodaqlanandır deyib keçirik və yanlış etmiş oluruq. Çünki bu sözdə dodaqlanan sait yoxdur. Niyə yoxdur? Çünki biz tələffüzə görə fonetik təhlil aparırıq və səhvimiz D variantıdır. 2-də də oldu D variantı. 2 samitin qarşılığı yoxdur. Bəli, M və R saitinin qarşılığı yoxdur. Bu fikir də doğru oldu. Cavab burada oldu D. Vaxtımız gedirmi? Bəli. Keçid alırıq 3-cü sualımıza. Lampa sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən. Ahəng qanuna tabedirmi? 2 dənə A saitimiz var, ikisi də qalındır. Fikri doğrudur. A getdi. Sözdə 2 qalın,
Açıq dodaqlanmayan sait var. Bəli, 2 dənə qalın A saitimiz var. Həmçinin bunlar açıqdır və dodaqlanmayan saitdir. Bu da getdi. Yazıldığı kimi tələffüz olunur. Bəli, lampa sözü. Bəzən bunu lanpa və lampa kimi versələr yanlışdır. Bu söz elə M ilə yazılır, M ilə də tələffüz olunur. Bu da getdi. Lampa kimi tələffüz edilir. Bəli, elə bu C variantında toxunmuşduq ki, lampa kimi yazılır, lampa kimi də tələffüz edilir. 2 cingiltili, 1 kar samit var. L və M cingiltili, P isə kardır. Bu da doğru olduğuna görə cavabımız olur burada da D variantı. Dördüncü suala baxırıq. Mövsüm sözünün fonetik xüsusiyyəti ilə bağlı düzgün fikirləri. Ov, övlə söz ortasında ov və öv olanda burada vu düşmürdü. Köhnə qaydamızda düşürdü, amma yeni qaydaya əsasən düşmədiyinə görə bu söz necə yazılır, elə də tələffüz edilir. Baxırıq. Cingiltili bizdən artıq burada düzgün fikir istəyir. Cingiltili samitlərin kar qarşılığı yoxdur. Baxıram, cingiltili samit M-dır, kar qarşılığı yoxdur, düzdür. M ilə başlayır, M ilə bitirir hər ikisi. S kardır, ehtiyac yoxdur. V cingiltili samitdir. Kar qarşılığı yoxdurmu? Vardır. Yəni burada bizi M-larla çaşdırmaq istəyir, amma V da cingiltili samitdir, amma kar qarşılığı var. F olacaq kar qarşılığı. A getdi. Yəni səhv fikirdir. Bizə doğru fikir, düzgün fikir lazımdır. 4 samit 2 sait səs var. Bəli, bu söz yazıldığı kimi tələffüz edildiyinə görə elə yazılışına baxırıq. 2 dənə M var, V və S samitimiz var, Ö və Ü saitimiz var. Ona görə bizim doğru cavabımız elə B olacaq. Sözdə hərf və səslərin sayı fərqlidir. Xeyr. Necə yazılırsa, o cür tələffüz edilirsə, hərflərlə səslərin sayı eyni olur, fərqli olmur. Yanlış fikirdir. Sözdə uzanan sait var. Mövsüm, mövsüm. Bu cür tələffüz etmirik ki, mövsüm. Uzanma yoxdur. Bu da yanlış fikirdir. Sözdə 2 dodaqlanan, aha, 2 dənə dodaqlanan vardı, Ö və Ü. Açıq, incə. Bəs Ü qapalı saitdir. Axı mən necə buna deyə bilərəm? Açıq saitdir. Deməli, bu da yanlışdır. Burada da cavabımız oldu B variantı. Keçid alıq 6-cı sualımıza. 6-cı yenə də qaydamız nə idi? Baxın, mövsüm, öv, dovğa, ov, dovşan. Bu tipli sözlərdə demişdik, söz necə yazılırsa, o cür də tələffüz olunur. Söz necə yazılıb elə tələffüz olunursa, deməli onun tərkibində neçə dənə səs, hərf varsa, o qədər də səs var. Bizdən də səhv fikir istəyir. Səhv fikir istəyir elə A variantı. A variantında deyir 4 səs, 5 hərf var. Axı bu söz yazıldığı kimi tələffüz olunur. Yazıldığı kimi tələffüz olunduğuna görə burada səs artımı, səs düşümü müşahidə oluna bilməz. Deməli, elə səhv fikir nədir? A variantı. 3 samit, 2 sait var. Bəli, o A2 saitdir, D, V və G samitlərimiz isə 3 dənə təşkil. 2 hecalı sözdür. Bəli, o A2 heca var, 2 sait var və 2 hecalı sözdür. Tələffüz ilə yazışı fərqlənmir. Bəli, fərqlənmir demişdik. Ahəng qanuna tabedirmi? Tabedir. Doğru cavab 6-cı sualda A. 7-ci suala baxırıq. 7-ci sualda qumbara sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin deyir. Səhv fikir. Saitlərin ikisi qalın, açıq, biri qalın qapalıdır. Saitlərimiz hansılardır? U var, A var, A var. Saitlərdən ikisi qalındırmı? Saitlərin ikisi qalındır. Saitlərin ikisi qalın açıq deyir. Qalın açıq olanlar hansıdır? Bax, A qalındır, açıqdır. Bu isə qalın qapalıdır. Deməli, ikisi nə oldu? Qalın, açıq. Aha. Biri, bax bu U saiti isə qalın qapalıdır. Bu fikir doğrudur, ona görə götürmürəm. Ahəng qanunu gözlənilibmi? Bəli. U və A saitləri qalın saitdir, ona görə ahəng qanunu gözlənilib. Burada da yazılışı ilə deyilişi fərqlənmirmi?
Fərqlənir bu sözün yazılışı, deyilişi yoxsa yox? Təbii ki, qumbara yazılır, qumbarada deyilir. Yazılışı ilə deyilişi fərqləndimi? Xeyr, fərqlənmir. Fərqlənmir deyirsə, bu da doğru fikirdir. Bütün saitlərin qarşılığı yoxdur. E variantında isə bütün samitlər cingiltilidir. Baxın, Q cingiltilidir, M cingiltilidir, B cingiltilidir, R cingiltilidir. Deməli, bu da doğrudur. Bütün samitlərin qarşılığı yoxdur. Fikri isə səhv fikirdir. Q'nın K, B'nın P qarşılığı vardır. Ona görə burada da cavabımız oldu. 7-ci sualda D. Keçid alırıq 8-ci suala. Tapmaca sözünün fonetik xüsusiyyəti ilə bağlı düzgün fikirləri müəyyən edin. Artıq burada bizdən düzgün fikirləri istəyir. Deməli deyir 2 kar 2 cingiltir. Bir baxaq sözün tələffüzünə. Tapmaca necə yazılır? Elə də tələffüz olunur. Burada hər hansı bir dəyişiklik yoxdur. 2 kar 2 cingiltili samit var. Qeyd eləyək. Baxıram 2 kar varmı? Bəli, T, bir də P. C cingiltili, M da cingiltili. 2 kar 2 cingiltili samit var. Fikri doğrudur. Elə doğru fikri bizdən istədiyinə görə cavabımız A-dır. Yazılışı ilə deyilişi fərqlənirmi? Xeyr, fərqlənmir. Bizə doğru fikir lazım olduğuna görə B-ni götürmürük. 3 kar samit işlənmişdir. Xeyr. Bizim 2 dənə T və P kar samit. Bu da yanlışdır. C kar samitdir, cingiltili qarşılığı C-dir. Bəli, düz deyir. C kar samitdir, cingiltili qarşılığı C-dir. Amma tapmaca sözündə C varmı? Xeyr. C cingiltili samitdir, kar qarşılığı C yazılsaydı o zaman doğru olardı. Vurğusu, vurğu. Sözün ilk hecəsi. Tapmacada vurğu sonunda olduğuna görə bu fikirdə doğru olmadı. Sonra 9-cu sualda bizdən istəyir ki, tapdalamaq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri tapın. Bütün saitlər açıqdır. Baxırıq, tapdalamaq sözündə yalnız A saiti var və 4 dəfə işlənib. Tapdalamaq sözünün tələffüzü nə olacaq? Tapdalamaq. Bütün saitlər açıqdırmı? Bəli, bu doğrudur. Bizdən səhv fikir istəyir. A variantı getdi. 4 kar samit vardı. Baxırıq 4 kar samit varmı? 1 T, 2 P, bir də ki Q X-ya keçdi. Gəlin bura qeyd edeyim. Gözünüzün önündə olsun. Kar samitlər T, P, bir də X. Deməli 3 dənə karı var burada. 1, 2, 3 dənə də nə var? Cingiltili. İndi bizdə isə deyir 4 kar samiti var. Xeyr, 4 dənə deyil, axı 3 dənə sayılır. Deməli səhv fikir budur. Cavabımız olacaq burada 9-cu sualda B. X kar samitdir, cingiltili qarşılığı Q samitdir. Fikri doğrudur, bəli, çünki Q X-ya keçmişdi. 3 cingiltili samit var. Bəli, demişdik ki, sözdə 3 dənə kar var, 3 dənə cingiltili var. Bu fikir də düzdür. Ahəng qanunu gözlənilmişdir. Bəli, 3-ü də qalın saitdir. Növbəti sualımıza baxırıq. Qafiyə sözü. Qafiyə sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri, yazılışı ilə deyilişi fərqlənmir. Qafiyə, bəli, yazılışı ilə deyilişi fərqlənmir. Doğrudur. Bizə səhv lazımdır, ona görə A getdi. Ahəng qanununa tabe deyil. Belə qafiyə A qalın, I və Ə isə incədir. Ahəng qanununa tabe deyil. Bu da getdi. 3 hecalı sözdür. Bəli, 3 dənə A, I, Ə. Sait var, deməli 3 hecalı sözdür. Uzun sait yoxdur. Qafiyə. Uzun sait var axı. Qafiyə. Qafiyə. Söz bu cür tələffüz olunduğuna görə uzun saitdir, yoxdur deyirsə yanlışdır. Bizdən də yanlış fikri, yəni səhv fikri istədiyinə görə
Cavabımız olur. D. Samitlərin üçünün də qarşılığı vardır. Q-nın var, F-nın var, Y-nın da X olduğu məlumdur. Bu fikir də doğrudur. Cavabımız o zaman D olur. 11-ci sual. Cilovlamaq sözünün fonetik xüsusiyyəti ilə bağlı yanlış. Cilovlamaq sözünün foneti əvvəlcə gəlin sözü yazaq. Cilovlamağa mane olur burada. Cilovlamaq sözü ilə bağlı səhv fikir. 3 samitin kar qarşılığı yoxdur. L, yenə L, yenə M. Bu fikir doğrudur. Ona görə götürə bilmərəm. Sözdə hərf və səslərin sayı eynidir. Burada səs artımı, səs düşümü olmadığına görə nə olacaq? Səs və hərflərin sayı eyni olacaq. Bu da getdi. Saitlərin heç biri uzun tələffüz olunmur. Bu fikir doğrudurmu? Doğrudur. Cilovlamaq sözündə hansı sait uzanır ki? 4 sait, 5 samit vardı. Baxırıq. 1, 2, 3, 4. 4 sait var. Bəli. 5 samit varmı? 1, 2, 3, 4, 5, 6. 6 samit var. Deməli, səhv fikir D-dir. 11-ci sualda cavabımız oldu D variantı. Sözün sonunda X səsi işlənmişdir. Fikri də doğrudur. Keçid alırıq 12-ci sualımıza. 12-ci sualda bizdən nə istəyir? Vertolyot. Vertolyot sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri istəyir. Vertolyot sözü necə yazılacaq? Vertolyot. Baxın, vurğu bura düşdüyünə görə artıq o da A-ya keçdi. 3 hecalı sözdürmü? 3 dənə sait var. 1, 2, 3. Bu doğrudur. Ahəng qanuna tabe deyil. Bəli, incə E, o isə qalındır. Deməli, ahəng qanuna tabe deyil. Saitlərin biri dodaqlanmayan, saitlərdən biri dodaqlanan, ikisi isə dodaqlanandır. Baxın, o var, buradakı o, bir də ki, buradakı o ilə bizi çaşdırmaq istəyir ki, həqiqətən də biz ora baxanda 2 dənə o dodaqlanmayan saiti görək və C-ni də doğru fikir kimi götürək. Amma elə deyil. Mən demişdim, o A-ya keçir. O A-ya keçdiyinə görə bu sözümüzdə bir dənə dodaqlanan sait var. Yazıram bura. Vertolyot. Əgər sən sözün yazılışına baxıb fonetik təhlil etsən, bu testdə 100% səhv vuracaqsan. Biz sözün tələffüzünə görə baxırıq. Burada hanı 2 dənə dodaqlanan sait? Mən burada bir dənə dodaqlanan sait görürəm. O da son hecədə olan saitdir. Deməli, səhv fikirdir. C variantı. 2 cingiltili samitin kar qarşılığı yoxdur. R-dır, bir də L-dır. Qarşılığı yoxdur, qarşılığı yoxdur fikri doğrudur. 4 cingiltili 2 kar samit. Saymağa ehtiyac varmı? 2 dənə kar samitimiz T, V, L, R, 4 dənədən oldu cingiltili samit. Bu da doğrudur. Burada da cavabımız oldu C variantı. Keçid alırıq 13-cü sualımıza. 13-cü sualda bizdən tələb olunur nə? Mənfəət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri. Mənfəət sözünə fikir verir ki, eynincinsli qoşa sait yanaşı gəlib. Eynincinsli qoşa sait yanaşı gələndə transkripsiyanın içərisində necə yazırdıq? Mənfəət. Biri düşdü, biri uzandı. O zaman nə olacaq? Səs düşümü müşahidə olundu, səslərin sayında azalma oldu. İndi baxırıq, görək. Qarşılığı olmayan 2 samit işlənmişdir. Səhv fikir istəyir. Qarşılığı olmayan 2 samit M və N. Bu fikir doğrudur. Yazılışı ilə dəyişib fərqlənir. Bəli, çünki Ə saiti düşdü. Hərflərlə səslər sayca bərabər deyil. Bəli, sayca deməli 1, 2, 3, 4, 5, 6, 7 dənə hərf var idi. 6 dənə də səsimiz oldu. Ona görə
Sayca bərabər deyil fikri də doğrudur. Saitlərdən biri uzun tələffüz olunur. Bəli, biri düşüb, biri uzanmışdır deyə də getdi. Sözdə 2 sait və 2 heca vardı. Artıq burada demişdik hecaya 2 sait var, bəli. Sözdə 2 sait var. Biri baxın burada biri də bu. 2 dənə sait var. Amma 2 heca vardır fikir yanlışdır. Hecada biz nəyə baxırdıq? Sözün yazılışına. Sait deyirsə, samit deyirsə sözün tələffüzünə, heca, vurğu, ahəng deyirsə sözün yazılışına baxırıq. Sözdə 2 sait varmı? Bəli, 2 sait var. Bəs 2 heca varmı? Xeyr, 2 heca yoxdur. 3 heca var. Cavabımız olacaq E bəndi. 15-ci suala baxırıq. 15-də deyir ki, tərifnamə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Tərifnamə sözü necə yazılır? Tərifnamə. Sözdə tərifnamə 2 uzanan sait oldu. Baxırıq, 3 cingiltili 2 çar samit var. Gəl cingiltili 1, 2, 3. Bəli, 3 dənə cingiltili var. 2 dənə çar mı var? T, F. Bəli, 2 dənə də çar var. Bu fikir doğrudur. Ahəng qanunu pozulmuşdur. Bəli, A qalındır, Ə incədir, İ incədir, Ə incədir. Qalın və incə sözdə varsa ahəng qanunu pozulmuş oldu. 4 hecalıdırmı? 1, 2, 3, 4. 4 dənə sait var, 4 hecalıdır. 3 samitin çar qarşılığı yoxdur. Baxıram. R-nın, N-nın, bir də ki, M-nın, bu da doğrudur. 3 dənə samitin qarşılığı yoxdur. Deyilişi ilə yazışı fərqlənmir. Bəli. Sözdə səs uzanması deyiliş və yazılışa fərq əmələ gətirmiş sayılmır. Yəni bu sözdə deyilişi və yazılışı eyni olan sözdür. Fərqlənmir yəni. Saitlərdən yalnız biri uzun tələffüz olunur. Fikrimiz ilə bizim testimizin cavabı E variantı olacaq. Bir dənə yox, sözün kökündə və namə sözündə uzanma olacaq, yəni 2 dənə. 16-cı suala keçirik. Bulud sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Bulud sözü D ilə bitir. Bizim də bıdıcı qaydamız var idi ki, sonu D ilə bitən sözlərə samitlə söz tək işlənəndə D, T-yə keçir. Həmçinin samitlə başlanan söz və yaxud da şəkilçi gələrsə, o zaman da T kimi tələffüz olunur. Saitlə gələn söz və şəkilçi qoşulanda isə olduğu kimi qalır. Qaydamız budur. Bu qaydanı bilirsinizsə, tətbiq edirsiniz, gedir. 2 hecalıdırmı? Bəli. Gəlin yenə də tələffüzünü yazaq. Qələmin rəngi xoşuma gəlmədi. Deməli, bulud. Düz deyilmi? 2 hecalıdırmı? Bəli, 2 dənə sait var, 2 hecalıdır, doğrudur. Ahəng qanununa tabedir. Bəli, 2 dənə saitim var, ikisi də qalındır. Yazışı deyişi fərqlidir. Bəli. D kimi yazılır, T kimi tələffüz olunur. Hərf və səslərin sayı fərqlidirmi? Xeyr. Səhv fikir budur, fərqli deyil. Sayırıq. Baxın, bunu sayın. Görün neçə dənə hərf var? 1, 2, 3, 4, 5. 5 hərf var. İndi səsləri sayıram. 1, 2, 3, 4, 5. 5 dənə də səs var. 5 hərf, 5 səs olandan sonra necə fərqlənə bilər? Deməli, cavabımız nədir? D variantı. Sözdəki T samiti D kimi D samitinin çar qarşılığıdır. Sözdəki T samiti, bəli, bax, bu deyir bu samit. D samitinin çar qarşılığıdır, bəli. Bu da getdi. Cavabım oldu nə? D. Baxırıq. 17-ci sual. 17-ci sualda da niyyət sözünü verib. Uşaqlar, niyyət sözü niyyət kimi də tələffüz olunur. Qoşa y ilə yazılıb, qoşa y ilə də tələffüz olunan sözümüz idi. Ahəng qanunu gözlənilibmi? Bəli, 2 dənə saitimiz var, ikisi də incədir. 3 samitin çar qarşılığı var. 3 samitin çar qarşılığı var. Baxırıq, burada 3 dənə samitimiz var, 4 dənə samitimiz var. N, 2 dənə də y. Düz deyilmi? Bir dənə də T. 3 dənə samitin çar qarşılığı var fikri.
Daha doğrusu 3 samitin qarşılığı var deyir. Bəli, y-nin qarşılığı var. Bu y-nin qarşılığı var. T-nin də qarşılığı var. Amma n-nin qarşılığı yoxdur. 3 samitin qarşılığı var fikri doğrudur. Saitlər incə və dodaqlanmayandır. Bəli, incədir. İ saiti, ə saiti. Həmçinin nədir? Dodaqlanmayandır. 3 cingiltili bir kamil kar samiti işlənib. Bəli, 3 dənə cingiltili n və 2 y, bir dənə də t kar samiti işlənib. Bu da doğrudur. Yazılışı ilə tələffüzü fərqlənir. Fərqlənməyən söz idi. Cavabımız oldu E variantı. 18. Çimərlik sözünün fonetik xüsusiyyəti. Çimərlik sözü ilə bağlı. Çimərlik sözünü yazaq bura. Çimər ri k y-ya keçir, y da x iştirakı. Çimərli. Sözün fonetik xüsusiyyətinə bağlı düzgün fikirlər demək. Söz ahəng qanununa tabe deyil. Səhv fikirdir, tabedir. 2 dənə i, bir dənə ə incə saatimiz var, ahəng qanununa tabedir. Uzanan saat işlənib, səhv fikirdir. Çimərlik sözündə uzanan saat yoxdur. M, R və C cingiltili samitlərdir. Çimərlik. Bu da doğrudur. 2 R samiti vardır. Bu da doğrudur. Doğrudurmu? Bəli. Cavabımız olacaqdır. C-yə bir də baxaq. M, R, C cingiltili samitlərdir. Burada nəsə yanlışlıq var. Və bu testdə yanlışlıq var. Burada həm cavab C-dir, həm də cavab D-dir. Niyə? Deyir M, R və C cingiltili samitlərdir. Bəli, baxırıq. C, M, R. Düz deyir. Sadəcə ola bilsin ki, testdə burada R yox, L yazmaq istəyiblər ki, sözdə L yoxdur axı. Dəyişdi, R-ya keçdi. Bunu L ilə əvəz eləsək, bunun üstündən xətt çəkə bilərik. Amma yox, dəyişməsə ilə R kimi qalsa, cavabımız 2 dənə olacaq. C və D. Sonda deyir ki, K kar samitdir. Ümumiyyətlə cümləmizdə K yoxdur. Çünki X iştiraka keçmişdi. Ona görə bu da səhvdir. Cavab C vuranlarda doğru hesab eləsin. D-ni vuranlarda cavabı doğru kimi qeyd eləsin. Amma cavab kartında, yəni D kimi göstərilib. 19-cu suala baxırıq. 19-da bizdən nə istəyir? 19-da deyir ki, termin sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri tapın. Sait səslərin hər ikisi incə dodaqlanmayandır. Sait səslərimiz hansılardır burada? E və I. Hər ikisi incədirmi? Bəli. Dodaqlanmayandırmı? Bəli. Deməli, bu getdi. Samitlərdən yalnız birinin qarşılığı var. Bəli, bir dənə termin sözündə T-nin qarşılığı var. R-dır, M-dır, N-dır, onun qarşılığı yoxdur. Bu da doğrudur. Yazılışı ilə deyişi fərqlənir? Xeyr. Cavabımız elə budur. Termin sözü necə yazılır? Elə də deyilir. Heç bir səs artımı, səs düşümü və yaxud da keyfiyyət dəyişikliyi falan olmadığına görə cavabımız C olur. Ahəng qanunu gözlənilirmi? Gözlənilir. Bəli. Sözdə hərf və səslərin sayı bərabərdir. Bəli. 20-ci sual. Qaynaq sözü. Qaynaq sözü q ilə bitib. Nə olacaq? Qaynaq. İndi bununla bağlı səhv fikrə baxaq. Deyir ki, ahəng qanunu gözlənilmişdir. 2 dənə A saatimiz var. Ahəng qanunu gözlənilib fikirdə oldu. 6 hərf, 6 səs var. Bu da doğrudur. Söz cingiltili samitlə bitir. Söz cingiltili samitlə bitmir. Axı, X, kar da karla bitir. Cavab C. Vurğusu son hecadır. Bəli, qaynaq. Tələffüzündə bir fərqli məqam var. Bəli, qaynaq Q-X-ya çevrildi. Demək, doğru cavabımız C bəndi olmuş olur. Dondurma sözünün səs tərkibi ilə bağlı səhvi müəyyən edin. Dondurma. Ahəng qanunu pozulmuşdur. Səhvi istəyir bizdən. Ahəng qanunu pozulmamışdır. Dondurma sözündə ahəng qanunu pozulmamışdır. Fikir doğrudur. 8 səs, 8 hərfdən ibarətdir. Bəli, dondurma sözündə səs artımı, səs düşümü
Müşahidə olunmadığına görə bu da doğrudur. Sözdə 5 cingiltili samit vardı. Baxırıq D nədir? Cingiltilidir, M cingiltilidir, D cingiltilidir, 3 dənə, 4 dənə, 5 dənə. Ümumiyyətlə bu sözün tərkibində olan bütün samitlər cingiltilidir. Bu da vurğunun yeri dəyişsə də tələffüzü fərqlənmir. Vurğunun yeri dəyişsə də tələffüzü fərqlənmir fikri. Baxın, bu nə deməkdir? Bir var dondurma, marojna, bir də var dondurma. Yəni soyuducuya qoyub hər hansısa bir nəsnəni dondurma. Vurğu dəyişirsə, əgər vurğu yeri dəyişsə, artıq demişdik ki, biz bu sözün tələffüzü fərqlənmiş olur. Cavabımız D olacaq səhv fikir kimi. Həm açıq, həm qapalı dodaqlanan sait vardır. Saitlərimiz O, U və A-dır bu sözdə. Açıqdırmı? Həm açıq, həm qapalı dodaqlanan sait vardır fikri də doğrudur, bəli. 22-ci suala baxırıq. 22-ci sualda isə maaş sözü. İzahlarımızın hamısında qeyd eləmişik ki, eyni cinsli qoşa saatlərdən biri düşür, biri uzanır. Necə olacaq maaş sözü? Bu formada olacaq. Baxırıq, tərkibindəki saitin biri tələffüz zamanı düşür, bəli. M samitinin kar qarşılığı yoxdur, bəli. Ş samitinin cingiltili qarşılığı J-dır, bəli. Səs və hərf tərkibi sabitdir. Sabit nə deməkdir? Yəni dəyişmir. 4 dənə hərf varsa, deyir 4 dənə də səs olmalıdır. Sabitdir deyirsə, yəni dəyişməzdir. Neçə səs varsa, neçə dənə hərf olmalıdır demək istəyir, amma sabit deyil axı. 4 dənə səsimiz oldu, 4 dənə hərfimiz oldu, 3 dənə səsimiz oldu. Ona görə cavabımız burada oldu D. Uzun tələffüz olunan sait səs var. Bəli, bu da doğru olduğuna görə cavabımız olur D variantı. 23-cü suala baxırıq. 23-də deyir ki, hətta demişdik söz ortasında t olanda ikinci t keçir d-ya və söz belə olur. Hətta. H samitinin cingiltili qarşılığı yoxdur. Bilirik ki, H samiti kar samitdir və cingiltili qarşılığı yoxdur. Doğrudur. T samitinin biri D kimi tələffüz olunur. T samitinin biri D kimi tələffüz olunur. Baxın, bunu deyir. Bu da doğrudur. İki açıq, gəlin burada yazaq. Hətta. İki açıq, dodaqlanmayan sait vardı. Bizdən nə istəyirdi? Doğrunu istəyirdi, yoxsa yanlış istəyirdi? Bir dəqiqə. Səhv fikir. İki açıq sait varmı burada? Bəli, A və Ə saiti açıqdır, dodaqlanmayan saitdir. Bəli, samitlərin hər üçü kardır. Hər üçü kardır, xeyr, D cingiltilidir. X ilə T isə kardır. Deməli, səhv fikir oldu D variantı. Ahəng qanunu pozulmuşdurmu? Bəli, pozulmuşdur. Birinciyə bir də qanun sait var. Nəvazişlə sözünün fonetik xüsusiyyəti ilə bağlı yanlış fikir istəyir. Nəvazişlə sözü necə yazılacaq? Nəvazişlə. Baxırıq, sözdə neçə hərf, neçə səs var. İndi bizdən soruşduqdan baxarıq. Yanlış. Vurğu sözün son hecasındadır. Lə ilə bitən sözdürdə ümumiyyətlə vurğu sonda olmur. Nəvazişlə vurğu 3-cü hecanın üzərindədir. Sonda deyil. Elə yanlış fikrimiz A oldu. Amma digər bəndə də var. İkinci hecanın saiti uzun tələffüz olunur. Baxın, nəvazişlə bu doğrudur. Kar qarşılığı olmayan cingiltili samit vardı. Bəli. 2 dənə, hətta 3 dənə. Kar qarşılığı olmayan cingiltili samit vardır. Getdi. Söz
Eyni samitlə başlayıb eyni samitlə bitir. Bəli, n ilə başlayır, n ilə bitir, nəvazişlə. Bütün hecalar samitlə başlayır. Nəvazişlə. Bəli, bütün hecalar samitlə başlamış olur. 25-ci suala baxırıq. 25-də deyir ki, məzəmmət sözünün. Məzəmmət sözündə uşaqlar heç bir dəyişiklik görmürəm. Söz necə yazılır, o cür də tələffüz olunur. Qoşa samitli sözdür. Bəli, 2 dənə amma. İncə saitlərin ahəngi, bəli, 3 dənə sait var, 3-ü də ədir, burada getdi. Yazışı dəyişir, fərqlənir. Baxın, cavabımız oldu C bəndi. Yazışı dəyişir, fərqlənmir. Necə yazılır, elə də tələffüz olunur. Vurğu sonuncu hecanın üzərində də məzəmmət sonundadır. Bütün hecalar samitlə bitir. Məzəmmət. Bütün hecalar samitlə başlayır, bəli. Bu da doğrudur. Bitki sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin deyir. 26-cı sualda. Samitlərdən ikisi kar, biri cingiltilidir. Biz belə sözün yazılışına baxanda görürük ki, cingiltili, kar, kar. 2 dənə kar, bir dənə cingiltili. Burada deyir ki, samitlərin ikisi kar, biri cingiltilidir. Aha, cavabım oldu A variantı. Samitlərdən ikisi. Deməli, bu zaman biz doğru cavab kimi A-nı götürəcəyik, amma yanlış etmiş olacağıq. Çünki biz sözün yazılışına görə fonetik təhlil aparmırıq. Bitki sözü olacaq necə? Bitki. Burada artıq B cingiltili, C cingiltili, P isə kar. 1 kar oldu, 2 cingiltili oldu. Elə nə olacaq? Səhvimiz elə A variantı olacaq. Düz deyilmi? Əgər biz sözün yazılışına baxsaydıq, ikisi kar, biri cingiltilidir fikrini doğru götürərdik. Amma elə səhvimiz A olacaq. 5 səs 5 hərfdən ibarətdir fikri doğrudur. 3 samit 2 sait səsdən ibarətdir, doğrudur. Saitlərdən ikisində incə qapalı dodaqlanmadır, 2 hecalıdır, ahəng qanuna tabedir. Bu fikirlərin hamısı doğrudur, amma saitlərdən ikisi kar, biri cingiltilidir fikri yazılışa görə doğrudur. Amma biz yazılışa görə yox, tələffüzə görə fonetik təhlilimizi aparırıq. Baxırıq 27-ci suala. 27 tappıltı sözü. Demişdim ki, söz ortasında qoşa p gələrsə necə olacaq? Necə olacaq? Tappıltı. Baxırıq. Burada səs düşmür, səs artımı yoxdur. Düz deyilmi? Səs artımı, səs düşmü yoxsa sözdə neçə səs var, neçə hərf varsa, o qədər də səs var. A getdi. Samitlərin ikisi kar, 3-ü cingiltilidir. Sayırıq. 1, 2, 3. 3 dənə kar. 1, 2. 2 dənə də kör. Yəni cingiltili. Bizdə nə deyir? Samitlərdən ikisi kardır deyir. İkisi kar deyil axı, 3-ü kar deyil, səhv budur. Yazılışı ilə dəyişib fərqlənirmi? Bəli. P-nın biri B-yə keçdi. 3 hecalıdırmı? Bəli. Ahəng qanuna tabedirmi? Bəli. Cavab olur B variantı. 28-ci sual. 28-ci sualda deyir anlamaq. Tələffüzünü yazırıq. Anlamaq. Bu sözün tələffüzü anlamaq olacaq. Sözdə fərqli tələffüz olunan 2 samit səs var. Səhvi istəyir. Sözdə fərqli tələffüz olunan 2 samit var. Bəli, biri l-dır ki, m-ya keçdi. Biri də q-dır ki, x-ya keçdi. Fikir doğrudur. Səs və hərflərin sayı bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7. 7 hərf. 1, 2, 3, 4, 5, 6, 7 dənə də səs var. Bu da doğrudur. Söz ahəng qanuna tabedir. Bəli, 3 dənə sait var. 3-ü də A-dır. Vurğu sözün ikinci hecasındadır. Anlamaq. Vurğunu qoyun ikinci hecaya. Anlamaq. Belə olmur axı. Ümumiyyətlə, maq həmişə vurğu qəbul edir. Anlamaq. Vurğu sonda olur. İkinci hecada deyil.
Cavabımız oldu. D bəndi A açıq dodaqlanmayan saatdir. Bəli. 29-cu sualımıza baxırıq. Biologiya sözü. Biz burada nə görürük? Biologiya. Birinci, vurğu onun nəzərinə düşmürsə A kimi tələffüz olunur. Həmçinin 2 dənə qoşa sait görürəm burada müxtəlif cinsli. Və tərkibində 2 saitin biri i-dir. O zaman necə olacaqdı? Onların arasına y girəcəkdi. Yazırıq. Biologiya. Tərkibinə y girdiyinə görə deməli burada səs artımı da var. Artıq səslərin sayı hərflərin sayından çox olacaq. Səhvi istəyir. Deyir c cingiltili samitdir. Kar qarşılığı k-dır. K səsidir. Baxın, K ştrixi var. Elə səhv budur da. Səhvimiz elə budur da. C cingiltili samit. C-nin kar qarşılığı idi? K. Daha K deyil. K G-nin qarşılığı idi. Səhv elə budur da. Yazılışı ilə tələffüzü fərqlənir. Bəli. 5 hecalı sözdürmü? 1, 2, 3, 4, 5. Bəli. Vurğu sözünün 3-cü hecasına düşür. Bəli. Biologiya. L qarşılığı olmayan cingiltili samitdir. Bəli. Bu da doğru. Deməli cavabımız orada oldu A. 30-cu suala baxırıq. Artıq 41 dəqiqədə 30-da yekunlaşdırıb, sonra növbəti videoda ardını çəkməyə çalışacağam. Avtoqraf sözünün fonetik xüsusiyyəti ilə bağlı. Avtoqraf sözü olacaq avtoqraf. O aya keçəcək. 3 kar, 2 cingiltili samit işlənmişdir. Bu fikir doğrudurmu? Gəlin sözün tələffüzünü yazaq, tələsməyək. Avtoqraf sözündə vurğu o-ya düşdüyünə görə elə o kimi də tələffüz olunacaq. Çünki qraf hissəsi ki var, bu vurğu qəbul etmir. Bundan öncəkinə həmişə vurğu düşür. Avtoqraf sözündə vurğu onun üzərinə düşür. Qaydamız da belə idi ki, əgər o saiti vurğu qəbul edirsə, elə o kimi də tələffüz olunacaq. Yox, əgər o saiti vurğu qəbul etməyəcəksə, o zaman o aya keçəcək. Bu sözümüzdə də vurğu onun üstündə olduğuna görə o aya keçməyəcək. Bəs burada dəyişiklik nədir? V-nın f-ya keçməyə. Avtoqrafiya. Bu cür yazılacaq. Mən sözü niyə bu qədər yazdım? Avtoqraf. Avtoqraf olacaq bu söz. 3 kar, 2 cingiltili samit işlənmişdir. Baxıram 1, 2, 3 dənə kar, 2 dənə də cingiltili samit. Bəli. Təkrarlanan samit işlənmişdir. Təkrarlanan samit, bəli. Avtoqraf sözündə f, bir də v f-ya keçmişdir. Bu da doğrudur. Yazılışı ilə dəyişib fərqlənmir. Fərqlənir. V keçmişdir f-ya. Ahəng qanunu gözlənilmişdirmi? Bəli, gözlənilib. O A. Uzanan say hissəsi yoxdur. Bəli. Burada da oldu 30-cu sualda cavab C. Davam edəcəyik növbəti video izahda 31-ci sualda. 31-ci sualla davam edirik. 31-ci sualda kainat sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir müəyyən edin. Kainat sözü transkripsiyada qeyd edirik. Demişdik ki, 2 sait yanaşı gəlirsə, müxtəlif cinsli qoşa sait gəlirsə, o saitlərdən birində i varsa, tələffüzünə y daxil olacaq. Və həmçinin burada uzanma vardır. Kainat. Qeyd edirik. A uzanır. Yinat. 2 açıq, 1 qapalı. Bəli. A'lar açıq. I isə qapalı saitdir. Yazışı dəyişib fərqlənir. Bəli. Tələffüzünə y daxil oldu. Saitlərdən biri uzun tələffüz olunur. Bəli. A saiti uzun tələffüz olunur. 2 kar, 1 cingiltili vardı. Baxırıq. K, T. 2 kar. Y və N isə 2 cingiltili.
Burada isə deyir bir cingiltili. Cavabımız D olacaq. Səhv fikir budur. Ahəng qanunu pozulmuşdur. Bəli, A və İ. Qanun və incə saat iştirak elədiyinə görə ahəng qanunu pozulmuşdur. 32-ci suala baxırıq. 32-ci sualda çərşənbə sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir müəyyən edin. Baxın, hər bir söz deyim olar ki, hər hansısa bir qaydaya tabedir və o qaydaların hər birini keçmişik. Demişdik ki, m-dan sonra, baxın, çərşənbə sözündə m-dan sonra b gəlib. O zaman tələffüzdə m olacaq m. Necə olacaq transkripsiyada? Çərşənbə. Bu formada olacaq. Çərşənbə. Baxaq, 3 hecalı sözdür. Heca istəyirsə bizdən yazılışa baxırıq. 3 dənə əl saiti istifadə olunub, 3 sait var, 3 hecalıdır, doğrudur. Yazılışı ilə dəyişib fərqlənir, bəli, m keçdi m-ya. Ahəng qanuna tabedirmi? Bəli, hər 3 sait incədir. Sözdəki n samitinin kar qarşılığı yoxdur. Düzdür, n samitinin kar qarşılığı yoxdur, amma sözdə n samiti yoxdur axı. Əgər sözün yazılışına baxıb siz təhlil etsəz, yanlış etmiş olacaqsınız. Baxırıq transkripsiyanın içərisində m samiti varmı? Xeyr, çünki n m-ya keçdi. Ona görə səhv fikir elə nə oldu? D variantı. Saitlərin üçü də açıq dodaqlanmayandır. 3 dənə saitimiz var. Üçü də əl saitidir. Əl saiti açıqdır və dodaqlanmayandır. Bu fikir də doğrudur. Deməli, 32-ci də oldu bizim cavabımız D. Keçid alırıq 33-cü sualımıza. Qəşəng sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikir. Baxın, bu da bir qaydaya tabedir. B, D, C, C samiti ilə bitən sözlərə aiddir bu da ki, qəşəng sözü C ilə bitir və tələffüzü nə olacaq? Kar qarşılığı keçəcək ki, olacaq qəşəng. Bu formada transkripsiyada qeyd olunacaq. Vurğu birinci hecaya düşün. Bizdən doğru fikri istəyir burada. Vurğu birinci hecaya qəşəng demirik ki, qəşəng vurğu sondadır. A variantı səhv fikirdir. Sözün yazışı tərsi fərqlənmir. Səhvdir, fərqlənir. Q-ya keçdi. Sözdəki saitlərdən biri uzun tələffüz olunur. Qəşəng, qəşəng. Belə demirik, qəşəng. Sözdə 2 sait var. İkisi də əl saiti və heç biri də uzanmır. 2 hecalıdır. Bəli. 2 dənə heca, 2 saitimiz var. 2 heca. Sözün hecaları qəşəng. Xeyr. Qəşəng. Söz hecaları bu cür ayrılır. 2 cingiltili, deməli bu da yanlışdır. 2 cingiltili, 2 kar samiti var. Baxırıq, q cingiltili deyil, n cingiltilidir. 2 dənə cingiltilimiz var. Ş ilə də k, 2 dənə də kar. Deməli, doğru fikir E bəndidir. Baxın, ona görə deyirik ki, sözü yazılışa görə biz baxsaq, o zaman səhv etmiş olacaq. Yazılışa baxsaq, baxırıq, qdır, ndır, cıdır, cingiltilidir, bir kardır. Deməli, D variantı, E variantı da səhv fikirdir və bunun doğru cavabı yoxdur. 33-cü sual. Yəni, sözün yazılışına bir baxsaz, səhv etmiş olacaq və bu 99% işlədiyimiz testlərin səhv olmasına gətirib çıxarılacaq. Ona görə dəfələrlə vurğulamışam, yenə vurğulayıram. Əgər vurğunu soruşursa, biz sözün yazılışına baxacağıq. Əgər ahəng qanunu soruşursa, biz yazılışa baxacağıq. Əgər heca soruşursa, biz yazılışa baxacağıq. Amma kardır, cingiltilidir, uzanmadır. Yəni, digər bu 3 xüsusiyyətdən başqa digər nə kimi xüsusiyyətlər var fonetik təhlillə bağlı? Hamısı sözün tələffüzünə əsasən aparılacaq. Baxırıq 34-cü suala. Yenə də bu qaydaya, müəyyən bir qaydalar keçmişik fonetikadan. Həmin o qaydaya uyğun bir sözdür və bunu dəfələrlə, xüsusən bu mövzunun izahında dəfələrlə faciə sözünü qeyd etmişik. Baxırıq, faciə sözü sonda i və ə ilə bitir, düz deyilmi? Qoşa sait işlənib, yanaşı sait işlənib. Yanaşı işlənən saitlər müxtəlif cinslidir. Çünki biri ədir, biri də i'dir.
Və demişdim ki, iki dənə yanaşı işlənən saitlərdən biri idisə, onların arasına y daxil olacaq və bu sözdə uzanma var. Faciə. Baxın, faciə. Bu formada. Baxırıq. Və bizdən səhv fikir istəyir. A qalın açıq dodaqlanmayan saitdir fikir doğrudur. Həqiqətən də A qalın saitdir, açıq saitdir və dodaqlanmayan saitdir. Saitlərin sayı samitlərin sayından çoxdur. Baxın, biz burada gəlin yazılışa əsasən baxaq. Yazılışa əsasən baxıram ki, A-dır, I-dir, Ə-dir. 3 dənə sait var. F-dır, C-dır. 2 dənə də samit var. Saitlərin sayı samitlərin sayından çoxdur. Fikri doğru olacaq. O zaman biz B-nin üstündən xətt çəkib C, D və Y bəndlərinə baxmalıyıq. Amma biz yanlış etmiş oluruq. Biz sözün tələffüzünə baxacağıq. Görək tələffüzündə həqiqətənmi saitlərin sayı samitlərin sayından çoxdur. Baxaq. F, C, Y. 3 dənə samit. A, I, Ə. 3 dənə də sait var. Çünki Y samitimiz artmışdır. Saitlərin sayı samitlərin sayından çoxdur fikri yanlışdır, səhv fikirdir. Deməli, doğru cavab da elə B-dir. Çünki bərabərdir. I və Ə incə dodaqlanmayan saitlərdir, doğrudur. F, kar, C, cingiltili samiti vurğu son hecanın üzərinə düşür, 3 hecalıdır. Bunlar da doğru fikirdir. Keçid alırıq 35-ci suala. Çəkid sözünün fonetik xüsusiyyəti ilə bağlı. Çəkid sözü sonu C ilə bitir. Demişdik, B, D, G, C qaydasında C ilə bitənlər C keçəcək cingiltili qarşılığına. Olacaq. Necə? Çəkid. Vurğu birinci çəkid deyirik, yoxsa çəkid deyirik. Deməli, vurğu birinci hecaya düşür fikri ilə səhvdir. A bəndi. 35-ci sualda cavabımız A bəndi olacaq. Ə incə açıq dodaqlanmayan saitdir, doğrudur. İ incə qapalı dodaqlanmayan saitdir, doğrudur. Samitlərin üçü də kardır. Bəli, Ç kardır, K kardır, yenə Ç kardır. 3 dənə samit var, üçü də kardır. 2 hecaldırmı? Bəli, Ə, İ və 2 dənə saitimiz var. Ə və İ saiti. Deməli, 2 hecaldır. Bunlar da doğru oldu. Səhv fikir A oldu. 36-cı sual. Sözlərdən birində səs və hərflərin sayı bərabərdir. Burada da qoşa y ilə yazılıb, 1 y ilə deyilənlər, 2 y ilə yazılıb, 2 y ilə tələffüz olunan və 1 y ilə yazılıb, 1 y ilə tələffüz olunan söz qaydamız var idi, qoşa y. Baxarıq burada bütün sözlərə. Niyyət var, nəqliyyət var, xasiyyət var, səlahiyyət var. Bir də naliyyət var. Sözlərdən deyir birində səs və hərflərin sayı bərabərdir. Nəqliyyat sözündə tələffüzdə y-nin biri düşəcək, bərabər olmayacaq. Həmçinin xasiyyət sözündə də y düşəcək. Səlahiyyət sözündə də bir y düşəcək. Naliyyət sözü. Burada da yenə də səs və hərflərin sayı bərabərdir. Amma niyyət sözündə, uşaqlar, niyyət sözündə xoş niyyətdir. Niyyət sözüdür. Burada y-lardan heç biri düşməyəcək və sözdə 6 hərf, 6 səs olacaq. Cavabımız elə olacaq A bəndi. Bəhanə sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Bəhanə uzanma var sadəcə burada. Bəhanə. Baxırıq. 37. Səhv fikir. Vurğu sonuncu hecanın üzərində bəhanə. Bəli. Ahəng qanunu pozulmuşdur. A qalın, Ə incə. Doğrudur. Saitlərin hamısı açıqdır. Bəli, Ədir, Adır və yenə də Ədir ki, bunlar hamısı açıq saitdir. İkinci hecanın saiti uzun tələffüz olunur. Bəli, bəhanə. İkinci hecanımız A'dır, A'da uzandı, bu da getdi. Qarşılığı olmayan bir samit işlənmişdir. Bəhanə. Qarşılığı olmayan bir samit işlənməyib. 2 samit işlənib. H, kar samitin qarşılığı yoxdur. Bir də M cingiltili samitin
qarşılıq. Əgər desəydik qarşılığı olmayan bir sonor samit işlənmişdir, yaxud da bir cingiltili samit işlənmiş desəydi, o zaman bu da yanlış olacaqdı. Qarşılığı olmayan bir samit işlənmişdir deyir, səhvdir. Palıd sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. 38-ci sual. Palıd sözü d ilə bitirir, o zaman d t-ya keçəcək. Palıd. Burada uzanma yoxdur. Palıd demirik, palıd demirik. Deyilişi ilə yazışı fərqlənir fikri doğrudur. Bizdən səhv fikir istədiyinə görə A-nı götürmürük. Çünki d t-ya keçdi. Sait səslərdən biri qapalı, biri açıqdır. Bəli, palıd ı qapalı, A isə açıqdır. Ahəng qanunu gözlənilmişdir. A və I qalan saitdir. Bəli, ahəng qanunu gözlənilmişdir. Cingiltili samit səslərdən birinin kar qarşılığı yoxdur. Cingiltili samit səslər hansıdır? L. Və kar qarşılığı yoxdur fikri, bu da doğrudur. 2 cingiltili bir kar samit işlənmişdir. Baxırıq. P kar, T kar. 2 dənə kar, bir dənə isə cingiltili samit, L samiti işlənib. Burada 2 cingiltili bir kar samitdir, əksinə deyir. Deməli, səhv fikir oldu. Burada E. 39-cu sual. Deyir, hüzünlü və üzürsüz sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı ortaq olmayan fikir. Deməli, hansı sözdədir? Hüzünlü və üzürsüz. Söz necə var, elə yazırıq. Hüzün. Hüzünlü, bir də üzürsüz. Xəttim bu arada möhtəşəmdir. Demək, bu sözlərə deyir, ortaq olmayan. Hər iki sözdə incə saitlərin ahəngi gözlənilmişdir. Ü, hüzünlü sözündə, yəni hər iki sözdə ü, nədir? İncə saitlərin ahəngi gözlənilmişdir. Bu doğrudur. Ortaq fikirdir. 2 hecalı sözlərdir. Bəli, 2 dənə sait var və 2 dənə də heca var. Düz deyilmi? Demək, bu da doğrudur. Hər iki sözdə yalnız dodaqlanan saitlər işlənmişdir. Hüzünlü. Bu arada sözün transkripsiyasını yazmadan, transkripsiyada necə olacaq bu sözlər? Qoy, variantları oxuyaq, yer gələndə deyəcəm. Baxaq, təkrarcıya baxaq. Hər iki sözdə yalnız dodaqlanan saitlər işlənmişdir. Bu da doğrudur. Sözlərin tərkibində həm kar, həm də cingiltili samitlər işlənmişdir. Baxırıq. X kardır, N cingiltilidir, Z S həm kardır, həm cingiltilidir. Bu da doğrudur. Hər iki sözdə yazılışından fərqli tələffüz olunan samit var. Hər iki sözdə. Baxırıq, gəlin indi biz bunu transkripsiyasını əvvəldən yazmalıydıq, axırda yazırıq təəssüf ki. Deməli, yazırıq hüzünlü. Baxın, burada ü əlavə olundu və l n-ya keçdi. Üzürlü sözü necə olacaq? Üzürsüz. Bu formada. Hər iki sözdə yazılışından fərqli tələffüz olunan samit var. Bəli, burada l n-ya keçdi, yazılışından fərqli tələffüz olundu. Amma burada yazılışından fərqli tələffüz olunan samit yoxdur. Sadəcə burada üzür sözü ü əlavə olundu. Deməli, ortaq olmayan fikir deyirsə E variantı. Üzürlü və hökümlü. Yenə də gəlin biz bunun transkripsiyasını yazaq. Üzürlü sözü necə olacaq? Üzürlü. Hökümlü necə olur? Hökümlü.
Sözlərin transkripsiyada tələffüzü yəni belə olacaq. 2 hecalı sözdür. Heca deyəndə biz yazılışa baxırdıq. 1 2 1 2. Doğru, ortaq xüsusiyyət olmasın deyir, ortaq olmasın. 2 hecalı sözdə ortaq fikirdir hər iki sözdə. Hər iki sözdə yazılışından fərqli tələffüz olunan samit var. Eyni 39-cu sualda kimi. Burada l, r-ya keçdi, amma burada keçmədi. Bu ortaq olmayan fikirdir və cavabımız B-dir. 40-da cavab B. Hər iki sözdə səs artımı müşahidə olunur. Bəli, üzür, hökm, hüzün, bunlar necə olur transkripsiyada? K-la m-nın arasına ü daxil oldu. Həmçinin z-la r-nın arasına da burada birinci sözdə sait daxil oldu. Keçid alırıq növbəti suala. Hər iki sözdə yalnız dodaqlanan saitlər var. Bəli. Baxın, ü, 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 ö, ü, ü. Hər iki sözdə yalnız dodaqlanan sait var. Digər sait falan yoxdur. Bunlar deyildi. Hər iki sözdə incə saitlərin ahəngi var və həm incədir, həm də ki dodaqlanan saitlərdir. 40-da da oldu cavab B. 41-ci suala baxırıq. 41-ci sualda maarif sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir deyir. Maarif sözündə 2 dənə yanaşı gəlmiş sait var. 2 dənə yanaşı gələn sait o zaman transkripsiyanın necə olacağını demişdim. Biri düşəcək, biri uzanacaq. Maarif. Bu formada qeyd olunacaq. Baxırıq, ahəng qanunu pozulmuşdur. Yazılışa baxırıq. Qalındı A, isə incədir. Ahəng qanunu pozulmuşdur. Doğrudur. 5 səs. M, A, R, I, F. 6 hərf M, A, R, I, F vardır. Bu fikir doğrudurmu? Bəli, bu da doğrudur. 3 hecalı sözdür. Vurğu sonuncu hecaya düşür. 2A, 1I. 3 hecalı sözdür. 3 sait var. Maarif vurğu sonuncu hecaya düşür. 2 cingiltili, 1 kar samit var. Baxırıq. M, R 2 dənə cingiltili, F isə 1 dənə kar. Bu da doğrudur. Tələffüzü ilə yazışı fərqlənmir. Niyə fərqləndi? Axı A saati düşdü. Cavabımız oldu E. Davam edirik. 42-ci sual. Meşəli sözünün, baxın, tələffüzü necə dedim? Meşəli. Meşəli sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Sonu k-la bitən söz tək işlənərsə, ondan sonra sait və samit gəlmirsə, k keçir y-ya, y da keçir x-ə. Olacaq necə? Meşəli. X-lə. Baxırıq, saitlərdən ikisi açıq, biri qapalıdır. İkisi açıq. Bəli, burada i də var. 2 dənə açıq var, E və I, bir dənə də qapalı var. Bu doğrudur. Yazılışı ilə tələffüzü fərqlənir. Bəli, x-ə keçdi. İncə saitlərin ahəngi var. Bəli, E, Ə, I. İncə saitlərdir. M və L cingiltili, Ş və x kar samitdir. Doğrudur. Vurğu kar samit ilə başlayan hecadadır. Meşəlik vurğu buradadır. Meşəlik sözdə hecalara necə bölünür? Meşəlik. İndi deyir ki, vurğu kar samitlə başlayan hecadadır. Vurğu buradadır və cingiltili samitlə başlayan hecanın üzərindədir. Burada səhv fikir E variantı oldu. Keçid alırıq 43-cü suala. Hüzünlü sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir. Hüzünlü olacaq necə? Hüzünlü. Ü saiti əlavə olundu, L da M-ya keçdi. Baxırıq, səhv fikir istəyir. Sözün tərkibində bir kar, 3 cingiltili samit var. H kardır. Z cingiltilidir. 2 dənə də N cingiltilidir. Bu fikir doğrudur. H kar, Z, N və L cingiltili samitlərdir. Baxın, sözümüzdə L samiti varmı? Əgər sözün yazılışına baxsanız, getdi. Amma sözün tələffüzünə baxsaq, görərik ki, orada L samiti yoxdur. Deməli, səhv fikir elə B-dir. Sözün deyilişi ilə yazışı fərqlənir. Bəli, həm ü əlavə olundu, həm də L-ya keçdi. 2 hecalıdır.
2 hecalıdır. Baxın, əgər burada hecada siz tələffüzə baxsaq, 3 dənə sayı görüb 3 dənə heca deyəcəksiniz. Amma biz hecanı demişdik, sözün yazılışına görə baxarıq, ona görə görürük ki, burada 2 dənə sayt var. Deməli, 2 hecalıdır. 2 sayt var, 2 hecalıdır. Bir kar samitin cingiltili qarşılığı yoxdur. Bir kar samitin cingiltili qarşılığı yoxdur. Baxırıq. Bəli, bir kar samiti deyirsə, bu da h-dan söhbət gedir. Sözdə qarşılığı olmayan 3 samit, bəli, h, n və n. 3 dənə kar samitin cingiltili qarşılığı. Bu da doğrudur. Sözdə qarşılığı E variantı getdi. Dördüncü suala baxırıq. Təcavüzkarlıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Gəlin bu sözün düzgün tələffüzünə baxaq. Təcavüzkarlıq. Söz bu cür tələffüz olmalı. Deməli deyir ki, səhv fikri müəyyən edin. T samiti ilə başlayıb x samiti ilə bitir. Burada x iştirik deyil, mən x-dır. Hə, t samiti ilə başlayır, bəli. X samiti ilə bitir, bəli. Təcavüzkarlıq. Bu fikir doğrudur. Yazılışı ilə dəyişib fərqlənir, bəli. Q-xıya keçir, l-rıya keçir. Saitlərdən biri uzun tələffüz olunur. Təcavüzkarlıq. A saiti uzanır. Tərkibində qoşarı samiti işlənmiş, bəli. Burada səslərin sayı hərflərin sayından azdır. Baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 hərf var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 hərf, 13 də səs varsa, deməli hərflərlə səslərin sayı bərabərdir. Niyə az olsun ki, deməli səhv fikir E variantıdır. 45. Yenilik arzusu birləşməsindəki birinci tərəfin fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Baxın, yenilik arzusu sonu k ilə bitən sözlər demişdik ki, tək işlənəndə x-ə keçir. Ondan sonra samitlə başlayan söz və ya şəkilci gələrsə, o zaman yenə də x olur. Amma saitlə gələndə y-ya keçir. X olmur. İndi gəlin, baxın, A ilə başlayır sözümüz. Yenilik. Daha burada x yazmayacaq. Niyə yazmırıq? Çünki A ilə başlayan sait var. Ondan sonra gəlir. Sözdə deyir 2 qapalı incə. Baxaq, 2 qapalı i və incə, bu doğrudur. 1 açıq incə dodaqlanmayan sait işlənmişdir. Bəli. Ahəng qanunu gözlənilmişdir. Bəli. Sözdəki samitlərin hamısı cingiltilidir. Y-dır, n-dır, l-dır, y-dır. Bəli. Sözdə iki yerdə x səsinin qarşılığı işlənmişdir. X səsinin daha doğrusu. X səsinin qarşılığı nədir? Y. Deməli, y ilə başlayır, y ilə də bitir də. Bu da doğrudur. Söz cingiltili samitlə başlayıb, kar samitlə bitir. Xeyr, söz ilə cingiltili samitlə başlayıb, cingiltili samitlə də bitir. Cavab oldu E. 46-cı sual. 46-cı sualda deyir ki, yetkinlik əlaməti birləşməsindəki birinci tərəfin fonetik xüsusiyyəti. Yetkinlik əlaməti necə olacaq? Yetkin-na-i-y. Niyə y oldu? X olmadı. Çünki özündən sonra gələn söz saitlə başlayır. Yetkinlik olacaq. Söz cingiltili samitlə başlayır, cingiltili samitlə bitir. Bəli, y ilə başlayır, y ilə də bitir. A getdi. Sözdə 2 y, bəli, birdə və sonda. 2 n, n işlənmişdir, doğrudur. Sözün əvvəlində və sonunda eyni samit işlənmişdir, bəli. Samitlərdən 4-ü cingiltilidir. Baxaq, y-dır, c-dır, 2 dənə n-dır, 4 dənə, bir dənə də y. 2 y, 2 n, 4, bir dənə də c, 5 dənə. 4 cingiltili deyil, 5 dənə cingiltilidir. İkisi kardır deyir.
Biri çardı. Deməli səhv fikir D variantıdır. Sözdə incə saatlərin ahəngi gözlənilmişdir. Bəli, E və İ. 47. Cürətlə sözünün səs tərkibi ilə bağlı səhvləri müəyyən edin. Cürətlə. Sözün tələffüzü belə olar. Cürətlə. Səs və hərflərin sayı eynidir. Eyni deyil, çünki səs artımı var. Bir dənə M əlavə olundu. Səhv fikir istəyirsə 1-i götürürəm. Sözdə 3 cingiltili bir kar samiti var. C, R və 2 dənə N. 3 dənə yoxdur. 1 dənə C cingiltili, R cingiltili, N 4 dənə. Deməli bu da səhvdir. 47-ci sualda elə cavabımız 1-2 eləyəcək. Tərkibində uzun tələffüz olunan saat yoxdur, var. Cürətlə. Bu yoxdur deyir. Tərkibində uzun tələffüz olunan saat yoxdur. Var axı. Tərkibində uzun tələffüz olunan saat yoxdur deyir. Bu fikir də yanlışdır. Çünki cürətlə uzun tələffüz olunan saat var. Bu da səhvdir. Saatlərin üçü də incədir, doğrudur. Götürmürəm. 3 hecalıdır, bəli. Ahəng qanuna tabedir, bəli. Cavab 1, 2, 3. Deməli, burada cavab 1, 2, 3 tapdıq, amma cavabda 1, 2 var, bir də 1, 3 var. Demək ki, burada biz yanlışlığa yol vermişik ki, cavab çıxmır. Cürətlə sözündə uzanma yoxdur. Çünki lüğətə baxdım, lüğətdə cürətlə, cürətli sözlərində uzanma yoxdur. Uzanma olmadığına görə biz bunu silirik. Deməli, nə olacaq? Cürətlə bu formada olacaq. Bu sözdə cürətlə və cürətli sözlərində uzanma saati yoxdur. Ona görə bu fikir də doğru olacaq və 1-2 cavabımız E olacaq. Velosiped sözünün fonetik xüsusiyyəti ilə bağlı 48-ci sualla davam edirik. Deməli, 48-ci sualda deyir ki, velosiped sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. Velosiped sözünü yazıraq bura transkripsiyada. Velosiped. O A-ya keçdi. Sonra D ilə bitən sözlərdə nə demişdik? Kar qarşılığına keçəcək. 2 dənə deyir cingiltili, 3 dənə kar samiti var. Baxaq, 2 dənə V-L, 2 dənə cingiltili, S-P-T, 3 dənə isə kar samiti var. Bu doğrudur. Ahəng qanunu gözlənilmir. Bəli, O qalın, İ incə. Sait səslərdən biri dodaqlanan bizi bundan çaşdırır. Dodaqlanan, hanı burada dodaqlanan? Biz transkripsiyanın içərisinə baxırıq. Hanı dodaqlanan? Burada dodaqlanan yoxdur. Elə cavabımız oldu C. Söz kar samitlə bitir. Bəli, D, T-yə keçdi. 4 hecalıdır. 1, 2, 3, 4. Bəli, uzanan saat yoxdur. Bəli, cavab oldu C. 49-cu suala baxırıq. 49-cu sualda çiskinli sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikri tapın deyir. Çiskinli sözünü necə yazılır? Yazaq. Çiskinli. Bu formada tələffüz olunacaq. Samitlərdən yalnız biri fərqli şəkildə tələffüz olunur. Çiskin. Ç-cıya keçdi. L-da M-ya keçdi. Bir fərqli şəkil. Biri yoxsa ikisi? İkisi. Ç-cıya keçdi. L-da M-ya keçdi. Deməli, səhv fikir elə A-dır. Cavab 49-da A. Hərf və səslərin sayı bərabərdir. Bəli, hər hansısa bir səs artımı, səs düşümü müşahidə olunmadı. Doğrudur. Yazılışı ilə tələffüz fərqlənir. Bəli. 3 cingiltili, 2 kar samiti vardır. Ç, kar, S, kar, 2 dənə kar. Deməli, 2 dənə N, bir dənə də 3 dənə isə cingiltili var. Bu da doğrudur. İncə saatlərin ahəngi var. Bu da doğrudur. 49-da cavab A.
Keçirik 50-ci suala. 4-3 sözün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir. Sonu c ilə bitirsə necə tələffüz olmalıdır? C ilə tələffüz olmalıdır. Elə səhv A-dır. Deyir c samiti ç çar samitin cinkiltili qarşılığıdır. Bu fikir doğrudur. Bəli, c samiti ç çar samitinin cinkiltili qarşılığıdır. Bu doğrudur. Amma niyə səhv fikirdir? Bizə bu sözlə bağlı deyir. Bu sözdə c yoxdur axı. Bu sözdə elə ç-dır. Əksin yazsaydılar ç samiti c cinkiltili samitin kar qarşılığıdır olsaydı o zaman doğru olardı. Elə cavab adı. 3 dənə cinkiltili, 3 dənə kar samiti vardır, doğrudur. Bir qapalı, bir açıq sait vardı. Bu da doğrudur. Cinkiltili samitlə başlayıb kar samitlə bitir. Doğru. Cinkiltili kar samit cütlüyü işlənmişdir. Bəli. Bu da doğrudur. Cavab oldu 50-də A. Gəlin bunun üzərində qalaq. Deyir, cinkiltili kar samit cütlüyü işlənmişdir. 4-3 sözün transkripsiyada necə yazılacaq? Baxın. 4 d ilə bitir və kar samit, samit gəlir. O zaman t-yə keçəcək. 4 künc bu formada olacaq. Baxın, d-t bir-birinin qarşılığıdır, düz deyilmi? Kar, cinkiltili kar samit cütlüyü budur. D-t. İşlənmişdir deyir, bu da doğrudur. Cavab A. 51-ci sual. 51-ci sual zəiflik sözü. Ə-i görürük, bura y girəcək və söz ç ilə bitir, x-lik olacaq. Necə olacaq bura? Zəif x-lik. Cinkiltili samitlərin hamısının kar qarşılığı vardır. Səhv fikir ilə 51-də nə olacaq? 51-də ilə A səhv fikirdir. Axı burada l var, l-nın qarşılığı yoxdur. Deyir, cinkiltili samitlərin hamısının kar qarşılığı vardır. Axı l-nın yoxdur, elə səhv fikir adda. Yazılışı ilə deyişi fərqlənirmi? Fərqlənir. Cinkiltili samitlə başlayır z, kar samitlə bitir x-lik. Bu da doğrudur. Samitlərin üçü də incə və dodaqlanmayandır. Bəli, i, ə incə və dodaqlanmayandır. Cinkiltili kar samit cütlüyü işlənmişdir. Baxırıq. Zəiflik. Burada hansıdır? Cinkiltili kar samit cütlüyü. Y və x-lik. Y cinkiltili kar qarşılığı x-likdir və cinkiltili kar samit cütlüyü deyəndə bunlar iştirakı təmin olunmuşdur. 52-ci sual. Zülmlə sözünün səs tərkibindəki səhvi müəyyən edin. Zülmlə sözü necə olacaq? Zülmlə. Zülmlə olur, zülmlə. Deyilişi yazı fərqlənir. Bəli, fərq. Sözdəki saitlərin hamısı incə və qapalıdır. Hamısı incə və qapalıdır. Ə axı qapalı deyil, səhv fikir. B olacaq. Səslərin sayı hərflərin sayından çoxdur. Bəli. L-lə kimi tələffüz olundu, səs artımı oldu. 2 hecalı sözdür. 1, 2. Bəli, sözdəki samitlərin hamısı cinkiltilidir. Z, cinkiltili l, m, n, n, bu da oldu. Deməli, 52 də oldu. Cavab B. 53-ə baxaraq. 53-cü sualda isti sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Yazılışı deyilişi fərqlənir. Bəli. Necə olacaq bu söz? İsti. Yazılışı ilə deyilişi fərqlənirmi? Bəli. 2 kar samit işlənibmi? S kar, d cinkiltili, elə səhv budur. 1 kar 1 cinkiltili işlənib. 2 incə qapalı, incə qapalı. Və dodaqlanmayan sait vardır. Bəli, i saitindən söhbət gedir. 2 hecalıdır. İ ilə başlayıb, i ilə bitir. Vurğu son hecaya düşür. Bəli, isti. Sözdə incə saitlərin ahəngi gözləmişdir. Bu da oldu. Cavabımız oldu 53-də B. 54-cü suala baxırıq. 54-cü sözdə şənbə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir. Sözdə ş
çar, n, b cingiltili samitlərdir. Sözdə 5 hərf, 5 səs vardır. Vurğu ikinci hecə düşür. Doğrudur. Əyincə açıq dodaqlanmayan satir 2 hecəsi. Uşaqlar, burada qeyd eləmişdik ki, m və m-dan sonra b gələrsə tələffüzdə necə olacaq? Şənbə. Deyir sözdə ş, çar, n, b cingiltili. N var sözümüzdə. Yazılışa baxma, tələffüzə bax. Tələffüzdə m var, n yoxdur. Elə səhv fikir budur. Digərləri doğrudur. İstifadə sözü. İstifadə sözü necə olacaq? İstifadə. Yer bitdi. Yəni t-dıya keçəcək və uzanma olacaq. Ahəng qanunu pozulmuşdur. Bəli, ai. Düzgün fikir istəyir. Sözdə a qalın və ə-i incə sait işləmişdir və pozulmuşdur. Biri götürürük çünki doğru fikirdir. 3 kar samit işlənmişdir. Yanlış fikirdir. 3 dənə yox, 2 dənə istifadə olunub. 2-ni sildik. Həm açıq, həm də qapalı saitlər vardır. Bəli, həm açıq var, həm də qapalı var. Götürürük bunu da. Vurğu sonuncu heca istifadə. Bəli, vurğu sonuncu hecadadır. Deyilişlər fərqlənmir, fərqlənir axı. T-dıya keçir. 1, 3, 4 cavab E. Tüstü sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. Tüstü sözü necə olacaq? Tüstü. 5 səs 5 hərfdən ibarətdir. Bu doğrudur. Bizdən səhvi istəyir. 1 harda var, silirik. 2 hecalı sözdür. Bəli. Vurğu birinci heca. Tüstü. Yanlışdır. 2-ni götürürük. A variantında 2 yoxdur. Silirik. 2 incə dodaqlanan qapalı sait vardır. Bəli, 2 dənə incədir. İkisi də dodaqlanır. Həmçinin ikisi də qapalıdır. Səhvi istədiyinə görə 3-ü götürmürəm. C-də getdi. Cavab E. 4-ə baxırıq. 3 kar samit səs var. Yanlışdır. Burada 2 dənə kar samit var. 1 dənə cingiltili samit var. Bunu götürdük. Ahəng qanunu gözlənilmişdir. Bəli, gözlənilmişdir. Sərbəstlik sözünün fonetik xüsusiyyəti ilə bağlı səhv fikir. S-t hərf birləşməsində t düşəcək, l-dıya keçəcək, 2 də x iştirəxə keçəcək. Bu söz transkripsiyada necə olacaq? Sərbəstlik iştirəx. S-t hərf birləşməsində t düşür və bu sözdə l-dıya keçir. Yəni 3 fərqli məqam var. Sərbəstlik, lik sözü ilə bitən bütün sözlərdə vurğusan hecanın üzərində düşür. Fikri doğrudur. Saitlərin hamısı incədir. Ə və i düzdür. Saitlərin hamısı dodaqlanmayandır. Bəli, bu da üçü də dodaqlanmayandır. Bir samitin qarşılığı yoxdur. Baxırıq, sərbəstlik. Biz burada l-la çaşdırmaq istəyir ki, həm l, həm r. Bu əslində doğru fikirdir. Bir samitin qarşılığı yoxdur. Sərbəstlik sözündə bir dənə burada r var. Bu da doğrudur. Sözdə 7 samit, 3 sait səs var. 7 dənə samit səs deyir. Baxın, hərf demir, səs deyir. Baxırıq, 1, 2, 3, 4, 5, 6. 6 samit var. 1, 2, 3 dənə də nə var? Sait var. Demək, doğru cavab 57-də E variantı oldu. Səhv fikirdir. Əlbəttə sözünün fonetik xüsusiyyəti ilə bağlı düzgün fikirləri müəyyən. Əlbəttə sözü necə tələffüz olunacaq? Qoşa t sözünün ortasında olanda t-dıya keçəcək. Əlbəttə formasında. Yazılışı ilə deyişi fərqlənmir, fərqləndə axı. Məndən doğru fikir istəyirsə, biri götürə bilmərəm. Baxıram variantlarda, biri mən götürə bilmədiyimə görə E-ni götürə bilmərəm, C-ni götürə bilmərəm. 1 kar, 3 cingiltili samit var. Baxırıq. Bir dənə kar var, bəli. T. L, B, D isə 3 dənə də cingiltili. 1 kar, 3 cingiltili samit. Deməli, 2-ni götürürəm. Baxıram, 2-ni mən götürəcəmsə, hansı variantımda 2 yoxdur? D-də yoxdur. D-də getdi. Vurğusu ikinci hecadadır.
Vurğusu ikinci hecadadırmı? Bəli. Əlbəttə. Bu da doğrudur. Ə səsi incə, dodaqlanmayan, qapalı sayı. Ə qapalı nə vaxt qapalı olub? 4 də getdi. Cavabım oldu A. Dodaqlanmayan incə saitlərin ahəngi var? Bəli. Motor sözünün fonetik xüsusiyyəti ilə bağlı söz fikir. Motor sözü motor olur. Vurğu o'ya düşür. Buradakı o dəyişmir. Çünki vurğu o'nun üzərinə düşdü. Amma bura düşmədiyinə görə olacaq A. Motor. O qalın açıq dodaqlanmayan saitdir. Bəli. Sondakı o. Qalın açıq dodaqlanmayan bu doğrudur. İki hecalı sözdür. Bəli. Vurğu ikinci hecaya düşür. Bəli. Sözdə 5 səs m, o, t, o, r baxın. Axı səs deyəndə biz bunu A kimi tələffüz eləmişdik. Səhvimiz elə C-dir. 59-da cavab C-dir. M, r cingedili, t kar samitdir. Bəli. Sözdə qalan saitlərin ahəngi var. Bəli. 60-cı suala baxırıq. Oğlanlar sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir. Oğlanlar sözü necə yazılır? Oğlanlar. Baxın, səhv fikir istəyir, düz deyilmi? Deyir, o qalın dodaqlanan, açıq, A qalın dodaqlanan, bu doğrudur. L səsindən 2 dəfə istifadə olunur. Baxın, bu da bizi yazılışla çaşdırmaq istəyir. L 1, bu da 2. Hə, deyirsən doğrudur, xətt deyirsən gedir, yanlış etmiş olursan. Tələffüzünə baxın, görün 2 dənə L var, yoxsa bir dənə? Bir dənə L var. İkinci L-nı görürsünüz? Yox. Deyir, L səsindən 2 dəfə istifadə edilmişdir. Deməli, səhv fikir budur. H, L, N, R səsləri cingiltili samitdir. L-nı